Herkese salam. Uzun aradan sonra mən günlük vloglarımla geri döndüm. Yuxudan oyanan kimi tez uşaqlar üçün səhər yeməyi hazırlayıram və keçirəm özüm hazırlaşmağa. Yeni saç stilimi daha da gözəl hala gətirmək üçün saçlarıma biraz önlərdən buruq atdım və çolkamı fenləyib, makyaj edib çıxdıq yola. Çox gözəl bir estetik məkanda çəkilişə dəvətli idim. Çəkilişimi elədim, sonra isə keçdim məkanın dadını çıxarmağa. Hər şey həqiqətən də çox möhtəşəm idi. Mən tanıyan izləyicilərim artıq bilir ki, mən bir məkana gedəndə gözəlliyə, estetikaya çox önəm verirəm. Burada da gözəl-gözəl şəkillər çəkdirdim və evə qayıtdıq. Evə gələn kimi ilk iş tez əynimi dəyişib keçirəm ev işlərinə. Blokda qalan kartoşkanı kartoşka soğan səbətinə yığıram və keçirəm paraşok qabımı doldurmağa. Uzun müddətdir ki, kapsula paraşokdan istifadə edirdim, amma son günlər nəsə xoşuma gəlmədi. Ona görə yenidən toz paraşoka geri dönüş elədim. Artıq hava yavaş-yavaş qaralıb və mən də asılqanda qurumuş paltarlarımı yığıram. Bu da olsun payız fəslinin gözəlliyinin bir mənfi cəhəti. Əvvəllər payız fəslini heç sevməzdim. Ən sevdiyim fəsil yaz fəsli idi. Amma yaşım keçdikcə, yaşa dolduqca nəsə payız fəslini dəhşət çox sevirəm. Ətrafda sararmış yarpaqları görəndə sanki ruhum dincəlir və deyirəm ki, bu mənim fəslim imiş. Ən sonuncu işim maşını qoşuram və hazırlaşıb çıxırıq köpüşlə biraz axşam gəzinisinə. Əgər mənim bu tip vloqlarım sizə maraqlı gəlirsə, mənə dəstək olmaq üçün like etməyi və kommentari yazmağı unutmayın.